Amerikanın nüfuzlu nəşrlərindən birində dərc olunan məqalədə Azərbaycan və Ermənistanın hərbi hava qüvvələri imkanları müqayisə edilib. Müsavat.com xəbər verir ki, milli təhlükəsizlik, texnologiyalar və siyasi mədəniyyətlər mövzuları üzrə ixtisaslaşan Amerikalı hüquqşünas və analitik Harrison Kass nəşrə deyib ki, Azərbaycan aviasiya pilotsuz uçuş aparatları və yüksək dəqiqlik silahlar sahəsində əldə etdiyi üstünlük mümkün yeni hərbi qarşıdurma zamanı hava məkanında ona ciddi üstünlük qazandıra bilər. Müəllif qeyd edir ki, iki ölkə arasında fərq yalnız hərbi texnika ilə məhdudlaşmır. Onun fikrincə Azərbaycanın demoqratik və iqtisadi göstəriciləri ilə müdafiə potensialının formalaşmasına mühüm təsir göstərilir. Məqalədə bildirilir ki, Azərbaycan əhalisi təxminən 10,69 milyon nəfər olduğu halda Ermənistanda bu göstərici 2,96 milyon nəfərdir. Ümumi daxili məhsulun həcmi isə Azərbaycanda təxminən 76 milyard dollar, Ermənistanda isə 31 milyard dollar səviyyəsində göstərilir. Analitik hesab edir ki, bu iqtisadi imkanlar Bakıya müdafiə xərclərini artırmağa və müasir silahlar almağa şərait yaradır. Harrison Kassın təhlilinə görə fərq xüsusilə hərbi hava qüvvələrində də özünü göstərir. Məqalədə qeyd olunur ki, Azərbaycanın hərbi hava qüvvələrinin arsenalında pilotsuz sistemlər istisna olmaqla təxminən 167 təyyarə və helikopter var. Ermənistanın aviasiya parkı isə təxminən 70 uçuş aparatından ibarət. Analitik hesab edir ki, müharibədən sonra Azərbaycan, Türkiyə və İsrail istehsalı olan müasir müdafiə texnologiyalarının almaqla davam edib. Ermənistan isə daha çox Sovet dövründən qalma hərbi doktrinaya sahibdir.